Videomu izleyen herkese salamlayıram. Videoma hoş gəlmisiniz. Bugün eltilərimlə bir yerdə göy qutabı hazırladıq. Yanında da qarın qutabı elədik. Əsl sezondur, göy göyərtinin bol olan vaxtıdır. Sizə də hazırlamağınızı tövsiyə edirəm. Əvvəlcə xəmiri yoğurmaqla işə başladım. Xəmir sadə xəmirdir. 1 kilo 200 qram una, 1 çay qaşığı maya, 1 çay qaşığı duz və biraz da şəkər tozu əlavə etdim. Xahiş edirəm, çox insanlar indi yazacaq ki, ay qutabın xəmirinə maya qatılmır, ya qutaba bəzi göylər qatılmır. Mən qutabın xəmirini belə elədim və bütün göylərdən də istifadə etdim. Vitamini bol olsun deyə bütün göylərdən istifadə etdim. Əvəlikdir, ıspanaqdır, qızıl tikandır, keşniş, şüd, yaşıl soğan, əməküməci hamısından demək olar ki, göylərdən istifadə etdim. Qəşəngcə yudum və qurutdum. Daha sonra xırda-xırda doğradım. Doğrayandan sonra hamısını qarışdırdım bir gözəl. Daha sonra ağ pendiri torkadan keçirdim ki, qoyarkən rahat olsun üzərinə. Mən biz daha doğrusu yuxanı yayıb üzərinə göyərtini qoyub daha sonra duzunu istiyordum və pendirin üzərinə əlavə edib büküb elə də bişirdik. Əllərinizə, qollarınıza sağlıq qızlar. Yoğurduğum xəmiri xırda kündələrə ayırdıq. Daha sonra incəcik yaydıq və göyərti, doğradığım qarışıq göyərtilərdən üzərinə daha sonra pendir, duz istiyot vurub qutabı büküb və bişirdik. Ətraflı daha aydın çəkə bilməsəm də, məncə qutab eləməyən yoxdur. Mən bu gündən bir an olaraq bunu paylaşmaq istədim. Yəqin ki, qutab hazırlamağı hamı bilir, yoxsa. Beləcə qutablarımız çox qəşəng alındı gördüyünüz kimi. Daha sonra eltim sağ olsun samovar qayladı. Çay dəmlədik, samovar çayı içdik, oturduq, söhbətləşdik, çox gözəl gün keçirdik. Qızlara gəldikləri üçün təşəkkür edirəm. Sizə də izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənə qədər hələlik. Allah hamının süfrəsini ruzili bərəkətli eləsin. İzlədiyiniz üçün təşəkkürlər.